Gedir. Salam bir daha. Hər kəsi salamlayıram uşaqlar. Demək, ekranı paylaşacağım indi bir dəqiqə. Mhm, mhm. Hər kəs ekranı görür yəqin ki. Mhm. Demək, 25-ci sınağımız kitabdan. Demək, Zəngəzur Milli Parkı hansı iqtisadi rayonda yerləşir? Ümumiyyətlə, yoldaşlar, bilirsiniz ki, milli parklar mövzusu, yəni bu bizim dünya görüşü kimi tez-tez düşən suallardır. Yəni ayrı-ayrı dünya görüşü sahələrində tez-tez düşən suallardır. Ə, Bu isə biraz belə deyim də çaşdırıcıdır. Həmişə mən öz tələbələrimə qeyd edirəm ki, təbii ki, yayılıb bu məsələdə. Zəngəzur Milli Parkı, yəni adında Zəngəzur deyilməsinə baxmayaraq, siz bunu belə deyim də qarışdırmayın. Zəngəzur deməsinə baxmayaraq, bu harda yerləşir? Bəli, Naxçıvan iqtisadi rayonunda. Oldumu? Yəni burada cavabımız olacaq nə? Y. Bu Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. Bilirsiniz ki, uşaqlar Həsən Əliyev də bizim alimimiz olub. Yəni onun adını belə deyək də əbədiləşdirmək üçün bu park onun adına adlandırılıbdır. Sonra biraz belə deyim də fərqli sual, hansı ki belə deyək, imtahanlarda qarşılaşa biləcəyiniz suallardan biridir. Etnik tərkibinə görə müxtəlifliyi ilə ən çox seçilən iqtisadi rayonlar. Ə, Kim deyər? Burada cavabı nə götürərik? Yəni millətlər çoxdur burada. Fərqli-fərqli millətlər var. Aha, bəli. Şəki, Zaqatala. İndi uşaqlar, burada yoxdur. Yəni məsələn o cavablar. Hansı başqa deyə bilərik ki, hansı məsələn iqtisadi rayonlarımızda etnik müxtəliflik var? Hansı? Məsələn, bilinmədi. Bakı, bəli. Bakını birdən elə bilərsiniz götürmək lazım deyil. Və yaxud da Abşeron xızını götürmək lazım deyil. Bəli, Bakını mütləq. Yəni məsələn, cavablarda olsa Bakını götürün. Niyə görə uşaqlar? Yəni bura köçür, yəni çoxdur da əhali burada. Başa düşürsüz? Köçüb gəlib çox adam yaşayır. Yəni yenə də etnik nədir? Müxtəliflikdir. Bəli, Quba, Xaçmaz, doğrudur. Lənkəran, Astara, doğrudur. Aha, əla. Sonra Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda keçirilmiş islahatlara aiddir. Kim deyər? Prezidentlik dönəmi deyəndə hansı dövrü götürürük? Hansı tarixi dövr? Aha, 1993, 2003. Əla. Demək, burada nə olacaq? Ölüm cəzasının ləğv edilməsi, bəli. Bir də yeni konstitusiyanın qəbul edilməsi. Yeni konstitusiya nə zaman qəbul olunub? Sonuncu konstitusiyamız, cari yeni konstitusiyamız 95-də. Demək uşaqlar, bu adam, yəni bu alim milliyyətcə yəhudidir, amma əsli Azərbaycanlıdır. Ə, Kvant mexanikasında sıxlıq matrisi metodunu kəşf edibdir. Ə, Nobel mükafatına layiq görülübdür və hal-hazırda da onun adına məşhur özəl məktəblər, yəni Azərbaycanda belə deyək də fəaliyyət göstərir. Bax bu kimdir? Lev Landau. Oldumu? Bu da heç vaxt uşaqlar suallarda düşmüyor. Bəli. Hamı bəlkə də indi əvvəldə bu məşhur olanda Landau School deyir görürsən, bu kimindir, bu kimdir, belə bir gətirib Landau falan. İndi fizikaçılar yəqin ki bunu daha yaxşı bilərdi. İndi bizim kimi tarixi falan bitirənlərə biraz qəribə gələr də. Sən demə bu Nobel mükafatına layiq görülmüş milliyyətcə yəhudi, amma əsli Azərbaycandan olan Lev Landaudur. Bəs keçən dəfə belə bir dedik ki, hansı Azərbaycanlıdır ki, uşaqlar Nobel mükafatı alıb? Sırf yəni özü də Azərbaycanlıdır, milliyyəti də Azərbaycanlıdır. Bəxtiyar Siracov. Nəyə görə? LED işıqlarının ixtirasına görə. Düzdürmü? Prosta dedik ki, sadəcə dedik ki, orada LED işıqlarını onlar kollektiv şəkildə, bəli, qrup şəkildə. Yəni elə olur ki, Nobel mükafatı müəyyən bir qrup şəxslərə də təqdim olunur və bu da bax onun kimi alıb və hal-hazırda yəni fəaliyyət göstərir. Sonra gərək biraz gözləyərdik, yoldaşlar qoşulur. Mədəniyyət xadimlərinin fəaliyyət sahəsinə uyğun olaraq məntiqi ardıcıllığı müəyyən edəcəyik. Burada Xan Şuşinski deyəndə, təbii ki, burada
muğam ustadı. Rəşid Beypudov, yəni bizim belə deyək də, mahnı sahəsində, musiqi sahəsində fəaliyyət göstərən bir şəxs. Və burada yəni demək istəyir bizə kimləri ardıcıllıqla göstər. Yəni müğənnilər, belə deyim, ifaçılar, düzdürmü? Burada da nə uyğun gəlir? Yoldaşlar, Sara Qədimova. Və bu tip suallar, yəni çox məşhurdur, şəxslərə aid suallar. Məsələn, bəstəkarlar, yazıçılar, heykəltaraşlar, rəssamlar, bax bu cür suallar ümumiyyətlə dünya görüşündə çox məşhur suallardır. Demək, hadisə seçəcəyik. Mədəni həyatda baş vermiş, Azərbaycan tarixi mədəni həyatında baş vermiş bir hadisə olsun, amma 20-ci əsrin əvvəllərində. Bu hansı hadisə olar sizcə yoldaşlar? Burada mədəni həyatda baş verən, bəli, Molla Nəsrəddin jurnalı. Molla Nəsrəddin jurnalı nəşr olunduğu ildə başqa bir məşhur jurnalda Azərbaycan tarixində başqa bir məşhur jurnalda nəşr olunub. O hansıdır? Eyni ildə. Füzyat jurnalı. Doğrudur Bahar, bəli, Fatimə Füzyat jurnalı. Füzyat jurnalının bəs redaktoru kim olubdu? Əli bəy Hüseynzadə. Bəs Əli bəy Hüseynzadə ümumiyyətlə türkçü, yəni türkçülüyü təbliğ edən böyük filosofumuz olub yoldaşlar bizim. Əli bəy Hüseynzadə başqa bizim üçün tarixi əhəmiyyəti nədir? Yəni bax onun bizim xalq üçün, yəni təbii ki, onun yaradıcılığı, türkçülük ideyaları belə deyək də, bəli, bəli, bayrağımızın ideya müəllifidir. Doğru. Aha. Mən sizə keçən dəfə də qeyd etmişdim, yoldaşlar. Demək, bax 7-ci sual tipli tez-tez bax bu cür suallar düşür və bu sual təxminən bu sual bu formatda bir sual düşüb Xarici İşlər Nazirliyinin dünya görüşündə. Müstəqilliyimizin bərpa tarixindən əvvəl baş verən hadisəni seçəcəyik. İndi sual, müstəqilliyimizi nə zaman dedik bərpa etmişik? 1991-ci ilin 18 oktyabrında. Demək, indi bu sualda elə bir hadisə seçəcəyik ki, 91-ci il oktyabrının 18 oktyabrdan əvvəl baş verən hadisə olsun. Məsələn, Qarakənd faciəsi baş verib 91-də, amma hansı ayda? Noyabrda. Demək, bu artıq müstəqilliyimizi bərpa etdikdən sonra baş verən hadisədir. Xocalı faciəsi 92-dir bu təbii ki. Milli qəhrəmanın fərqlənmə dərəcəsi 92, əsrin müqaviləsi neft kontraktı 94. Oldumu? Məsələn, burada bu sırf ayla, daha doğrusu B variantın artıq nə ilə bilməliyik? 91-ci ildə baş verdiyini ayına qədər dəqiq bilməliyik ki, qarışdırmayaq və təbii ki, A variantında dəqiq bilməliyik ki, Kirovun adına adlandırılan Gəncə adının yenidən tarixi adı bərpa olundu 89-cu ildə. Və Xarici İşlər Nazirliyinin dünya görüşü sualında da elə bax sualı bu idi. Variantlarda biraz fərqlilik olardı. Amma cavab elə və burada Kirovabad adını dəyişərək Gəncənin yenidən tarixi adının bərpa olunması idi. Dünənlərin FDS-in dünya görüşündən düşən suallardan tipi sualıdır. Sərhəd kimdə yoxdursa uşaqlar, mən qəşəng belə bir sistem qurmuşam sərhədlərə dair. Xəzər dənizindən olan sərhəd rayonlarımız, İranla, Türkiyə ilə və s. yəni bütün ölkələrlə olan sərhəd rayonlarımız qəşəng bir belə düzəltmişəm. Kim istəsə, yəni göndərə bilərəm. Və dünən də Xəzərin sahilində olan rayonlar münasibətdə FDS dünya görüşündə sual düşüb. Bu kitabın içində var Xəzər sahilində olan, olmayan belə tip suallar. Burada isə bax bu sualda Xarici İşlər Nazirliyində bu tip sual düşüb. Müvafiq olaraq İran və Ermənistanla sərhəd olan rayonları seçin. Yəni birinci rayonu elə seçəcəyik ki, bu İranla sərhəddir. İkinci rayonu da elə seçəcəyik ki, hara ilə sərhəddir? Ermənistanla. Təbii ki, mən də Beyləqanı çox xoşladığım üçün uşaqlar, burada Beyləqan bilirik ki, İranla sərhəddir. Kəlbəcər isə Ermənistanla sərhəd rayonumuzdur.
Ə, demək, doğru olmayan fikri müəyyən edəcəyik 9-cu sualımızda. Azərbaycandan axan ən uzun çay hansıdır? Uşaqlar, ümumiyyətlə Azərbaycan çayların daxilində olan axan çaylardan ən uzunu hansıdır? Bəli, Kürdür. Mhm. İndi burada da yazıb Kür çayıdır. Düzdür variant? Bəli, düzdür. Azərbaycanın şimalında ən ucqar nöqtə Quton dağıdır. Bəli, yəni bunu hamımız keçirik, hamımız da bilirik ki, Quton dağıdır. Azərbaycanın ən uzun sərhədi Ermənistan Respublikası ilədir. Bəli, bu da doğrudur. Türkiyə Azərbaycanla eyni coğrafi enlikdə yerləşir. Yəni ümumiyyətlə bir çox ölkələr var ki, uşaqlar, bu Xarici İşlər Nazirliyinin dünya görüşü kimi də düşüb bu sual Azərbaycanla eyni coğrafi enlikdə yerləşən ölkələri göstərin. O ölkələrdən də biri Türkiyədir. Cavablandıra bilərsinizmi? Bəs digər hansı ölkələrdir ki, Azərbaycanla eyni coğrafi enlikdə yerləşir? Bilirik ki, Azərbaycan 3-cü saat qurşağında yerləşir və bir çox ölkələr var ki, bəli, biri Portuqaliyadır, o İspaniyadır, doğrudur. Aha, onlarla eyni enlikdə yerləşir. Bəli. Bax, bu tip ümumiyyətlə testləri mən özüm xoşlayıram həmişə ki, variantlardan hansısa biri səhvdir. Yəni ümumiyyətlə indiyənə qədər oxuya-oxuya gəlmişik də. Yəni çox xoşdur. Məsələn, informatika falan əvvəllər oxuyanda xoşum gəlirdi ki, hansısa bir testdə desin ki, variantlardan biri səhvdir. Niyə? Çünki digər 4 variant demək ki, doğrudur və o 4 variantın üzərində də biz uşaqlar artıq 4 sualın cavabını bilmiş oluruq. Aydındır? Bax bu cür testlər də mənə görə çox belə deyək də öyrədici testdir. Demək, bilirik ki, yəni kimlər bilir təkrar olur, kimlər bilmir, bilmiş olur. Hı. Azərbaycanda axan ən uzun çay Kür çayıdır. Şimalda ən ucqar nöqtəmiz Quton dağıdır. Ən uzun sərhədimiz Ermənistan Respublikası ilədir. Müsahibələrin ən məşhur suallarından biridir. Türkiyə Azərbaycanla bəli, eyni coğrafi enlikdə yerləşir. Amma Azərbaycanın su sərhədinin uzunluğu quru sərhədinin uzunluğundan daha çoxdur. Bunu uşaqlar, ya lap deyək ki, dəqiqliklə bilmirik ki, bizim su sərhədimiz nə qədərdir, quru sərhədimiz nə qədərdir. Burada, yəni belə deyək də, qeyri-adi bir şey yoxdur. Bu bizim nədir? Su sərhədimiz, düzdür? Aha. Bu isə bizim nədir? Quru sərhədimizdir. Bir məntiqlə də fikirləşəndə sizcə bu sərhəd uzun olar, yoxsa bu tərəf uzun olar? Aydındır? Təbii ki, quru sərhədimiz daha çoxdur. Düzdür? 825-də bəli, bu tərəfdir. Hı -hı. Sonra döyüşdə hədəfin dəqiq nişan alınması üçün təklif etdiyi taktika bütün hərbi dəstəklərə daxil edilmişdi. Artilleriya elmindəki tövhələrinə görə Rusiya və Fransanın ali hərbi tədbirlərinə layiq görülmüş. Yəni bu Azərbaycanlı kimdir? Və buna ümumiyyətlə adlandırıblar bu şəxsi Rus artilleriyasının Allahı. Bəli, Əlağə Şıxlinski doğrudur. Bunun həyat yoldaşı haqqında da oxuyun. Onlardan da düşür suallar və ümumiyyətlə bu dəfələrlə fərqli-fərqli dünya görüşü sahələrində imtahanda düşmüş suallardan biridir. Qısa düşə bilər. Məsələn, Rus artilleriyasının Allahı. Sadəcə olaraq mən kitabda da qeyd etmişəm ki, bəzi sualları biraz geniş şəkildə sual demişəm ki, daha yaxşı, daha aydın olsun, daha öyrədici olsun. Uzun müddət dövlət idarəetməsində yüksəlişdə düşən suallardan biridir. Yer almış Azərbaycanlı mütəfəkkir, elm xadimi. Təbii ki, bu doğrudur. Nəsrəddin Tusi. Maraqlı suallardan biridir yoldaşlar. Demək, Pənahəli xanın iqamətgahını köçürməsini Mirzə Adıgözəl bəy belə təsvir edir. Bundan sonra Pənah xan düşündü ki, mən təzəbinə bir adamam. Cavanşir, 32 elatı, xəmsəməlikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən, mənzil salam. Düşməni dəf etməkdən kahlıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Haqqında bəhs edilən və şəkildə gördüyünüz 18-ci əsr memarlıq abidəsi olan bu qalanın adı nədir və harada yerləşir? Bunu qıraqdan görəndə, belə deyim də, bilməyən üçün
Belə baxar deyər ki, yəqin ki, bu Şuşa qalasıdır. Biraz oxşarlığı var yoldaşda. E, bəli, bu Şuşa qalası deyil Gülgün xanım. Doğrudur. Bu Şahbulaq qalasıdır və harada yerləşir? Ağdam rayonunda. Onu da qeyd edim ki, mən kitabda Ağdam rayonunda və bir çox ondan əlavə 8 dənə rayonda yerləşən mühüm memarlıq abidələrimizi qeyd etmişəm. Su anbarlarımızda, imtahanlarda tez-tez düşən suallardandır. Biz burada səhv cavabı göstərəcəyik. Bu da çox əladır. Demək, bizim bir öyrədici, qəşəng bir öyrədici bir testdir. Milmuğan Arazçay üzərindədir. Mingəçevir təbii ki, Kürçay üzərindədir. Bəhramtəpə Arazçay üzərindədir. Varvara Kürçay üzərindədir. Amma Sərsəng bəli, Tərtər çayın üzərində. Doğrudur. Amma mən burada yazmışam Oxçu çay. Oxçu çay necə bir çaydır? Onu harda yadımızda saxlamışdıq? Keçən dəfə hansısa sualların içində var idi deyəsən elə. Aha, ölü sulu. Niyə ölü sulu dedik? Hətta dedik ki, dövlət başçısı da bu suda olan ekoloji problemlərlə bağlı dünya ictimaiyyətinə hər demişə məlumat verir. Ermənistanın eko cinayəti haqqında bu haqda geniş danışır. Çünki bugünkü gün ümumiyyətlə bilirik ki, dünyada ən mühüm problemlərindən biri, yəni dünyanın ekoloji problemləridir. Bəli, Oxçu çay hansı ki Ermənistan ərazisindən keçib Azərbaycana daxil olur, Zəngilan ərazisinə və bu çay ermənilər tərəfindən nəinki suyun özü uşaqlar, ətrafı belə çox mühüm dərəcədə çirklənir. 1918-91-ci il oxşar cəhəti. Konstitusiya qəbul edilib. Xeyr, bu tarixlərin heç birisində konstitusiya qəbul edilməyibdir. Prezident vəzifəsi təsis edilib. Bu da heç birisinə aid deyil. Azərbaycanda Sovet hakimiyyətinin qurulması, xeyr, ümumiyyətlə aidiyyəti yoxdur. Türkiyə ilə müttəfiqlik müqaviləsi, bəli, 1918-ci ildə Batum müqaviləsindən hardasa deyə bilərik ki, müttəfiqlik müqaviləsi, çünki bizə qoşun falan belə deyək də hərbi yardım göstərdilər. Amma birinci A variantı həm 1918-ci ildə Milli Şura yaradılıb, həm də 91-ci ildə Milli Şura yaradılıb. Bu sual yoldaşlar Xarici İşlər Nazirliyinin dünya görüşü sualıdır. Yəni sırf o sualdır, konkret olaraq o sualdır. Doğrusu bu sual biraz mənə qəribə gəlmişdi. Nə üçün? Çünki yəni bu neft-qaz layihələri elədi ki, dünya görüşü baxımından burada belə deyək də sualları məsələn deyə bilər hansı iqtisadi rayondan keçirsək, hansı belə deyək də neçənci ildə istismara verilib, hansı məsələn qaz kəməridir, hansı neft kəməridir. Yəni dünya görüşü budur. Amma sualda qeyd olunmuşdu ki, sırf siz bunu perspektivliyinə görə düzün. Yəni hansından daha çox ixrac olunur neft, hansından daha az. Və yadınızda saxlayın ki, ümumiyyətlə sırf ixrac mövqeyi ilə yanaşsaq, bizim ən belə deyək, perspektivli neft kəmərimiz təbii ki, Bakı-Tbilisi Ceyhan neft kəmərimizdir. Hansı ki, yəni mən son oxuduğum məlumata görə 1 milyondan artıq neft, yəni barel neft ixrac edirik bu kəmərlə. İkinci yerdə Bakı Subsadır. Üçüncü yerdə isə Bakı, Novorosiyski, yəni ilk istismara verilən neft kəmərimiz olan Bakı Novorosiyski neft kəməridir. Yəni burada da belə düzürük cavablarda. İndi ardıcılığı dedim. Sonra doğru cavabı müəyyən edin. Yəni əsər müəllif. Yəni Vaqif əsərini Səməd Vurğun yazıb. Hansı əsərdir ki, burada doğru qeyd olunub? Təbii ki, bu Qarlı Aşırım Fərman Kərimzadənin əsəridir. Əsrimizin Siyavuşu Məmməd Əmir Rəsulzadənin əsəridir. Solğun Çiçəklər bildiyimiz kimi uşaqlar Cəfər Cabbarlının əsəridir. Oxutmuram əl çəkin əksinə Sabirin əsəridir, düzdür. Şirvani ilə Sabir ümumiyyətlə tənqidi mövzuda yazılmış. Yəni amma oxutmuram əl çəkin sırf Sabirin əsəridir. Ölülər isə təbii ki, uşaqlar Cəlil Məmməd Quduzadənin əsəridir. Bu tip suallar düşmə ehtimalı vergidə də var, yüksəlişdə də var. Soyuq müharibə dövründə baş verməyən müharibə, yəni soyuq müharibə ərəfəsində
ə, baş verməyən müharibə. Bəzi müharibələr var ki, yəni belə deyək də, sosializm, kapitalizm arasında gərginliyi artırmışdı. Ümumiyyətlə sosializm, kapitalizm arasında belə deyək də, mübarizə meydanına çevrilmişdi həmin ölkələr. Təbii ki, bu Koreya müharibəsidir. Eyni zamanda İran-İraq müharibəsidir, Vyetnam müharibəsidir və təbii ki, Soyuq müharibə ərəfəsində bir neçə İsrail-Fələstin müharibəsi baş verib. Amma ümumiyyətlə İngiltərə-Fransa müharibəsi, ümumiyyətlə 20-ci əsrdə bunlar arasında bunlar əslində müttəfiq olublar. Yəni bir-birlərinə qarşı müharibə etməyiblər. Üçüncü sual uşaqlar yüksəliş sualıdır. Mahatma Qandi ilə bağlı hansı məlumatlar doğrudur? Bu tip sual əsasən yüksəliş tipli sualdır. Dünyada görmək istədiyiniz dəyişiklik olun şüarının müəllifidir. Bir də Hindu-Müsəlman birliyinin tərəfdarı kimi çıxış edib. Aha, bu qəşəng düşə bilər. Axundzadə hansı əsərlə povest janrının əsasını qoyub? Təbii ki, burada variantımız nə olacaq? Allah, doğrudur. Aldanmış Kəvakib əsəri. Aha, bu sual gözəl sualdır, yoldaşlar. Demək, Çernobil hadisəsi hansı müasir dövlətin ərazisində baş verib? Təbii ki, uşaqlar, SSR-də baş verən ən belə deyək də qanlı hadisələrdən biridir. Atom elektrik stansiyası bilirik ki, elektrik əldə etmək üçün mühüm bir belə deyək də atomdan elektrik əldə etmək daha yaxşıdır, daha da amma təhlükəsi də daha çoxdur təbii ki. İndi mən başa düşdüyüm qədər izah eləməyə çalışıram. Yenə deyirəm bu sahə mənim deyil. Mən burada indi tarixi yanaşmadan əlavə biraz da məlumat vermək istəyirəm. Demək Çernobil hadisəsi olanda yəni tarixçilər, həmin dövrün belə deyək, araşdırmaçılar qeyd edir ki, insanlar başa düşə bilmirdilər ki, yəni nə hadisə baş verib, nə olubdu. Çünki indiyənə qədər belə bir şey olmayıb ki, yəni hansısa bir şüalanma olsun, falan olsun, oldu mu? Və Çernobil hadisəsi Ukraynanın Pripat şəhərində baş verib uşaqlar və müasir dövrdə bu Ukraynada ölü bir ərazidir. Heç bir yaşayış yoxdur. Hətta deyirlər neçə yüzilliklər keçəcək hələ də orada yaşayış olmaz. Bəzi belə deyim də hekayələr də uydururlar ki, orada qəribə-qəribə canlılar, bir dəfə sənədli filminə baxmışdım. Düzdür, tam olaraq yadımda qalmıyor belə epizodlar ki, qəribə-qəribə canlılar müşahidə olunur, yəni yer üzündə görünməyən və s. Müasir dövrün Ukrayna ərazisidir. Aha. Hı -hı. Davam edək kitabımızdan 6-cı sınaqla. Demək 2020-ci il dekabr ayının 9-da prezidentimizin sərəncamına əsasən milli qəhrəman adı verilən şəxslər hansılardır? Bildiyimiz kimi aprel döyüşlərindən sonra Samit İmanov, Murad Mirzəyev, Şükür Həmidov bu yəni ada layiq görülmüş şəxslərdir. Amma İlqar Mirzəyev, Polad Həşimov, İbad Hüseynov bunlar isə 2020-ci il dekabr ayının 9-u. Demək burada cavabımız nə olacaq? 4, 5 və 6. Bayram günü kimi qeyd etdiyimiz, eyni zamanda iş günü olan bayramlar hansılardır? Demək bu da düşüb Xarici İşlər Nazirliyində bu sual və müsahibələrdə ümumiyyətlə bu sualı əsasən müsahibə üçün də yaxşı yadınızda saxlayın. Çünki yəni çox verilir bu sual. Bu suallarda cavabı demək nə olacaq? Aha. Demək nə olsun deyir. Eyni zamanda bayram günüdür. Həm də işə gedirik. Burada hansı da olacaq uşaqlar? 1. 17 noyabr nə? Milli Dirçəliş günü. 18 oktyabr müstəqilliyimizin bərpası günü. Bir də Konstitusiya günü. Konstitusiya günü. Bəli. Demək cavab nə olacaq? Zəfər günü, bayraq günü, bayram günüdür və işə gedirik. 1, 2, bir də nə? 4. 4. Y variantı. Bu günləri mən məlumat aldım ki, uşaqlar bu sualda artıq dəyişiklik eləmək lazımdır. Çünki müstəqilliyin bərpası gününü bayram günüdür, həm də yəni evdə qaldığımız gün istirahət günüdür.
Amma indi mən bu məlumatın dəqiqliyini tam da əmin ola bilmərəm. Niyə? Çünki tam olaraq həm özüm oxumamışam, həm də Əmək Məcəlləsində baxdım. Yenə də yəni bu testi tərtib etdiyim qaydadadır. Yadınızda saxlayın. Yəni indi dəyişiklik olarsa mən yenə də qrupa göndərərəm. Yəni Əmək Məcəlləsində dəyişiklik olarsa, demək bunu belə ümumilikdə belə deyim də payıza düşən bayramlar olaraq mən həmişə uşaqlara deyirəm. Düzdür, payızda bir çox bayramlarımız var, amma ən azından fikirləşəndə payız ağlınıza gəlsin. Demək, noyabr ayında iki bayram, 12 noyabr, 17 noyabr, bir də 18 oktyabr. Oldu. Bax bu bayramlardır ki, hansı ki biz bayram hesab olunur Əmək Məcəlləsinə əsasən, amma biz eyni zamanda bu günləri işə gedirik. Sonra Qarabağ müharibəsi dövründə davam edən hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrında, yəni bu hadisələri seçəcəyik ki, oktyabrda baş verir. Şuşa şəhəri düşməndən azad edilib, artıq noyabrda bilirik ki, Ağdam şəhəri mərkəzi işğaldan azad edilib, bu da noyabrda. Amma digər iki hadisə isə ə, və mən yazırsınız, görmürəm miqdarı. Cəbrayıl ilk işğaldan olunan şəhər mərkəzimiz 4 oktyabrda, Qubadlı isə 25 oktyabrda. Demək cavablarımız nə olacaq? 3 və 4. 18 daha doğrusu 19-cu əsrə aid olan suallardan biridir. Hansı ki bilirsiniz ki, yəni yüksəlişdə 19-cu əsrdə var və 1-2 vergidə daha doğrusu var və 1-2 dənə sualın sırf 19-cu əsrdən düşmə ehtimalı var. Müqavilələrin bağlanması, Kürəkçay müqaviləsi nə zaman olub uşaqlar və hansı xanlıqlarla bağlanılıb? Bəli, hansı xanlıqlar? Kim deyər? Kürəkçay müqaviləsi Rusiya hansı xanlıqlarımızla bağlayıb? Əla, doğrudur. Şəki və Qarabağ xanlığı doğru. Gülüstan müqaviləsi, yəni Rusiya ilə Qacarlar arasında 1813, Türkmənçay isə olacaq 28. Xronoloji ardıcıllıq da müəyyən edirik deyə 3 götürəcəyik, 2 götürəcəyik, sonra isə 1 götürəcəyik. Yəni cavab D variantı. Sonra iqtisadi rayonlardan ibarət yeni bölgü nə vaxt təsdiq edilmişdi? Bu ümumiyyətlə çox məşhur bir məsələdir və mütləq tarixini də yadımızda saxlamalıyıq. 2021-ci il 7 iyulda. Mhm. Sonra, bəs 2021-ci il 15 iyununda hansı tarixi hadisə baş verib? Onu da bir qeyd edin görək. Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik, mədəni, idman tədbirlərindən biri olub. Ölkənin və regionun sosial-iqtisadi, mədəni inkişafına dəstək məqsədilə ilk dəfə 19-cu ildə keçirilib və bu ildə uşaqlar bu festival keçirilib, Milli Yaylaq Festivalı. Bu il harda keçirilib? Bəli, Göygöldə. Bəs 2019-da, 2022-ci illərdə harda keçirilib? Ay sağ ol, Gədəbəydə. Müəllim, aha, qəşəng sualdır. Yəni bu sualı ancaq Günel müəllimin tərtib etdiyi testdən qarşılaşa bilərsiniz uşaqlar. Bu çox gözəl sualdır. Yəni vergidə də gəlib düşmə ehtimalı çoxdur, eyni zamanda yüksəlişdə də. Azərbaycan şairi Nizami əsəri Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 41-ci ildə yazılıb. İlk dəfə müəllif onu 51-ci ildə Ankarada nəşr edib. Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrini xüsusilə Nizami-şünaslığın ən dəyərli uğurlarından biri hesab olunur. Müəllifi, bəli, Məmməd Əmin Rəsulzadədir. Azərbaycan daxil olduğu ilk Avropa təşkilatı, təbii ki bu ATƏT-dir. Ümumiyyətlə 92-ci ildə yanvar ayında üzv olmuşuq. 92-ci ildə bir çox təşkilatlara üzv olmuşuq ki, hansı ki onları mütləq əzbər bilməlisiniz və onlardan da biri ATƏT-dir. Xronoloji ardıcıllığı müəyyən edin. Təbii ki bu uşaqlar çox rahat bir sualdır. Şuşanın azad edilməsi, Laçının azad edilməsi, Qubatlının azad edilməsi. Demək, Şuşanın azad edilməsi 8 noyabr.
Qubadlının azad edilməsi 25 oktyabr ondan əvvəl. Laçının azad edilməsi isə mərhələli deyirik. Yenə də onsuz da, yəni Şuşadan da sonra gəlir. Yəni 9 noyabrda deyirik ki, Üçkəndi, sonra 1 dekabrda müəyyən ərazi hissələri, sonra isə 26 avqustda digər hissələr. Düzdürmü uşaqlar? Hı -hı. Uşaqlar bir dəqiqə. Demək, burada xronoloji ardıcıllığımız necə olacaq? 3, 1, sonra isə 2. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan mədəniyyəti üçün səciyyəvi cəhətləri müəyyən edin. 19-cu əsrin ikinci yarısı deyəndə, yəni 1850-ci ildən 1900-cü ilə qədər, 51-900-cü ilə qədər olan dövrü əhatə edirik. Oldu mu? Amma birinci yarısı desəydi, deyəcəkdik 1801-1850. Burada isə indi biz 1850-dən sonra olan hadisələri seçməliyik. Milli mətbuatımızın yaranması, təbii ki, bu çox məşhurdur tariximizdə. Bir də olacaq Nəriman Nərimanov tərəfindən ilk qiraətxananın təşkil edilməsi 1894, demək budur. Şuşada ilk qəza məktəbi bu birinci yarısıdır, 1830-dur. Milli operanın yaranması isə bu ümumiyyətlə 20-ci əsrin təbii ki, əvvəlidir. Doğrudur, bəli. Milli opera hansı əsərlə yaranıbdı, onu da qeyd edin. 92-ci ildə üzv olduğumuz təşkilatlar. Aha, bayaq dedim sizə 92-ci il ümumiyyətlə üzv olduğumuz təşkilatları çox yaxşı yadda saxlayın. Yəni bu da Xarici İşlər Nazirliyində düşübdür. İqtisadi Əməkdaşlıq Təşkilatı, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-yə, sonradan çıxdığımız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, ATƏT-ə, bax bu təşkilatlara biz üzv olmuşuq 92-də. Demək, burada seçəcəyik 2, 3 və 5. Görək var variantlarda 2, bir dəqiqə, ATƏT 92. Düzdür, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, yerin qarışdırdım. Aha, burada demək 1, 3, bir də nə? 5. Texnofest, Aviasiya, Kosmik və Texnologiya Festivalı. Bu Xarici İşlər Nazirliyində düşən sualdır və Türkiyəyə aid olan bir festivaldır. İndi deyəcəksiniz ki, Türkiyəyə aid bir festivaldır. Bunu Azərbaycan tarixi üzrə niyə gəlib bizdə dünya görüşünə salıblar? Çünki uşaqlar bu Bakıda da keçirilib. Yəqin ki bilirsiniz, çox məşhur bir festivaldır. Ona görə də yəni deyir ki, mənim Azərbaycan gəncim də bilsin ki, belə bir məşhur, yəni müasir dövrdə texnologiyanın kosmik sahəsinin, aviasiyanın belə deyək də genişlənməsi üçün, yəni mənim tələbələrim də, mənim vətəndaşlarım da bu sualı bilməlidir. İlk dəfə Bakıda keçirilib, təbii ki, xeyir. Azərbaycan tərəfindən əsası qoyulan xeyir, deyirəm Türkiyə tərəfindən. Türkiyədə keçirilən ən böyük aviasiya festivalıdır, bəli. İlk dəfə İstanbulda keçirilib, bu da bəli. Əslində bu sualın bilməsən də məntiqlə cavabını tapmaq olur. 26 avqust hansı işğaldan azad edilmiş şəhər günüdür? Təbii ki, uşaqlar, bizim işğaldan şəhərləri azad etdiyimiz gün bilirsiniz ki, prezident eyni zamanda həmin şəhər günü kimi elan edibdir. Bəli, 26 avqust Laçın şəhəri günüdür. Demək, burada cavabımız nə olacaq? A variantı. Xronoloji ardıcıllığı müəyyən edin. Avropa Şurasına üz qəbul olunmuşuq 2001-də, BMT-yə üz qəbul olmuşuq 92-də, MDB-yə üz qəbul olmuşuq 93-də. Əlif Hacıyevə ölümündən sonra Milli Qəhrəman fəxri adının verilməsinin səbəbi təbii ki, Xocalı bilirik ki, aeroportunun uşaqlar komendatı idi. Xocalı uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə. Xocalı aeroportu ermənilər üçün niyə bu qədər lazımlı idi, yoldaşlar? Nəyə görə Xocalı aeroportun, hansı ki sonradan bərpa etdilər, hal-hazırda da belə deyim də bərpa edilmiş şəkli formadadır. Nəyə görə ermənilər bax 1-ci Qarabağ müharibəsində bəli, strateji mövqedə, yəni strateji bir məntəqə olduğuna görə, obyekt olduğuna görə Xocalı aeroportunu işğal etmək onlar üçün mühüm məsələ idi. Çünki təyyarə vasitəsilə, yəni təbii ki, Xocalı aeroportunda eniş etmək üçün ora hərbi sursat, ərzaq məhsulları daşımaq üçün ən çox da, yəni bu səbəbə görə. Sonra əsərlər və onların müəllifləri ilə bağlı uyğunluğu müəyyən edin. Bu təbii ki, uşaqlar bir əzbərçilik bir şeydir.
Burada Cəfər Cabbarlının əsərləri nə seçəcəyik? Təbii ki, burada nə olacaq? Oktay Eloğlu və Yaşar, düzdürmü? Sonra Süleyman Rəhimovda nə olacaq? Şamu, bir də Saçlı. Süleyman Sani Axundov, bu da bildiyimiz uşaqlar, Qaraca qız əsər. Cavabımız burada olacaq A variantı. Bəli, biraz ədəbiyyat yönümlü, biraz çətin deyə bilərdik. Hansı ki, şəxsən mənim yəni ixtisasım deyil, amma təbii ki, 3-cü qrupa hazırlaşmışam. Bu, yəni öyrənmişik. NATOya cavab olaraq SSR hansı təşkilatı yaratmışdı? 1955-ci ildə bildiyimiz kimi yoldaşlar, yəni sosializm blokunun yaratdığı hərbi bir təşkilat, hansı ki sonradan SSR-nin süqutu ilə bu təşkilat da fəaliyyətini dayandırmışdı. Bu da təbii ki Varşava İttifaqı təşkilatı idi. BMT nizamnaməsi hansı şəhərdə qəbul olunub? Bilirik ki, BMT-nin orqanları, ə, yəni daimi orqanları əsasən New York şəhərində yerləşir. Biri deyir ki, beynəlxalq məhkəmə Haqadadır. Amma nizamnaməsi qəbul olunub yoldaşlar San Fransiskoda. Yadınızda saxlayın. Və bu müsahibələr üçün Gülgün xanım ən çox, ən məşhur suallardan biridir. Böyük Azərbaycan yazıcısı, dramaturq, ictimai xadim, SSR Elmlər Akademiyasının akademiki Mirzə İbrahimov tez-tez buna aid suallar düşür. Bu əsərində Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələri ədəbi ustalıqla təsvir edib. Ümumiyyətlə, bunun yaradıcılığında uşaqlar, Mirzə İbrahimovun yaradıcılığında Cənubi Azərbaycan mövzusu mühüm yer tutub və bundan bir dəfə yüksəlişdə də sual düşüb. Əsrin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi, İctimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Haqqında bəhs etdiyimiz əsər Gələcək Gün Əla, bəli, əsərdir. Bu sual da fərqli bir sualdır. Vergi üçün xüsusilə yadınızda saxlayın. Tipi vergi tipidir və eyni zamanda yüksəliş. Fiziki döyüş meydanında çox informasiya, kiberməkan və insan düşüncəsi üzərində aparılan müharibə növüdür. Pilotsuz uçuş aparatları, robot döyüşçüləri, eyni zamanda süni intellekt, analiz sistemləri, hədəflərin avtomatik seçilməsi və izlənməsi, hərbi, iqtisadi, diplomatik və informasiya üsullarının eyni anda istifadəsi hansı nəsil müharibənin xarakterik xüsusiyyətidir? Təbii ki, 5-ci nəsil müharibəsi. Ümumiyyətlə, bilirsiniz ki, hal-hazırda, yəni texnologiya o qədər inkişaf edib ki, məsələn deyir ki, vaxt olacaq, elə bir dövr gələcək ki, ümumiyyətlə döyüşlərdə insanlar iştirak etmədən belə deyək də baş verəcək müharibələr, hansı ki, əslində elə bugünkü gün bunu Ukrayna Rusiya müharibəsində də görürük. Məsələn, o gündə Putin çıxış etdi, dedi ki, biz Ukraynanın müharibəni necə aparırıq? Elə bir xirurgik cəhətdən aparırıq da, yəni biz geniş miqyaslı hərbi əməliyyatlara keçmirik, amma Avropa bizlə müharibə eləmək istəsə, biz yəni onlarla Ukrayna ilə davrandığımız kimi davranmarıq. Və müasir dövrün belə deyək də dünya politoloqları, dünya belə deyək də hərbi mütəxəssisləri sırf Ukrayna-Rusiya müharibəsinin ən son texnologiyalarla, yəni istifadə olunduğu bir müharibə adlandırır və hansı ki, yəni belə deyək də pilotsuz uçuş aparatları falan, hansı ki, hərbi texnikalar çox geniş şəkildə insansız hərbi texnologiyalar istifadə edilir. Amma bundan əvvəl təbii ki, uşaqlar bizdə yəni iki dövlət arasında baş verən bir ölkə səviyyəli, iki ölkə arasında baş verən aprel döyüşlərində biz bunu istifadə etmişik. Yəni bu 1-5 aprel 2016-cı ildə. İndi təbii ki, bu bir lokal bir xarakterlidir dünyanın gözündə. Ona görə ki, yəni dünya hərbiçiləri, hərbi o mütəxəssisləri yəqin ki, bunu götürməzlər. Ona görə əsasən Ukrayna, yəni qlobal səviyyəli bir müharibə olan Ukrayna-Rusiya müharibəsinə bu cür adlandırırlar. Yəni son oxuduğum məlumatlar budur. İndi gələcəyə necə onu şərh eləyəcəklər bilmirəm uşaqlar. Yəni hal-hazırda mənim oxuduğum budur, bildiyim məlumat budur. Bu 5-ci nəsil müharibəsidir və bilirsiniz ki, uşaqlar, mən digər bir sualda salmışam, qarşınıza çıxıb yəqin ki, hansı ki,
o sınaqlarda mən izah eləməmişəm, amma hansısa sınaqlarımızın birindədir. Biz onu artıq paylaşmışıq sosial şəbəkələrdə. E, 4-cü sənaye inqilabı və hal-hazırda mütəxəssislər qeyd edirlər ki, biz artıq 5-ci sənaye inqilabına daxil olmuşuq. Və 5-ci sənaye inqilabının da elementləri var. Onu araşdırın və o sualı da göndərərəm sizə. Baxarsınız, bəlkə kiminsə məlumatı yoxdur və bu cür məsələlərə də özünüzdə baxın, çünki vergidən bu tip suallar düşmə ehtimalı var. Lap düşməsə də belə özünüz üçün məlumatlı olun. Nəyi pisdir ki? Düzdürmü? Aha.